Ev heyvanının ölməsi doğma insanı itirmək qədər ağrılıdır. Britaniyalı alimlərin apardığı yeni araşdırma ev heyvanının ölümü insanlarda illərlə davam edən ciddi psixi pozuntulara yol açdığını göstərib. PLOS ONE elmi jurnalında dərc olunan tədqiqat göstərib ki, ev heyvanını itirən biri bu ağrını ən yaxın dostunun və ya qohumunun ölümü ilə eyni dərəcədə ağır yaşayır. 975 nəfər arasında keçirilən sorğu nəticəsində məlum olub ki, iştirakçıların 7,5%-də uzun müddətli yas pozuntusu diaqnozu müşahidə olunub. Bu rəqəm dostunu və ya bacı-qardaşını itirənlərin göstəricilərinə olduqca yaxındır. İrlandiyanın Maynooth Universitetinin psixologiya professoru Philip Hyland bildirib ki, bu itkini yaşayan insanlar dərin ümidsizlik, emosional uyuşma və gündəlik işləri yerinə yetirə bilməmək kimi simptomlarla üzləşir. Ekspertlər xəbərdarlıq edir ki, bu cür itki yaşayan şəxslərə peşəkar psixiatrik yardımın göstərilməməsi onların həyat keyfiyyətini pisləşdirə bilər.